Fövqəladə Hallar Nazirliyinin yanğına mühafizə xidmətində korrupsiya faktları özbaşınalıq baş alıb gedir. Öhdəsindən gələ biləcək güvənli rəhbərlik yoxdur. Çünki ən son 50 əməkdaşın faktlı və subutlu şikayətlərinin, zərər çəkmişlərinin yazılı ərizələrinin əməkdaşların cəzalandırılmaqla cavablandırdılar. Yəni tədbir görmədilər, sadəcə əməkdaşlara töhmət verdilər, cəzalandırdılar. Bu da ondan irəli gəlir ki, baş verənlər korrupsiya faktları bir neçə qrup rəhbər heyəti tərəfindən örtbasdır edilir və əməkdaşları hədələməklə işlərindən kənarlaşdırmaları ilə məcburi susturdular. Baş verən Qaradağ rayonu yanğın idarəsindən bəhs edilir, əsas Qaradağ rayonu yanğın idarəsindən. Rəhbərlik bu şəxslərdən ibarətdir. Şəxsi heyətlə iş üzrə şöbə müdürü polkovnik Sənan Hüseynov və onun Şilləvuranı inspektoru Böyükağa, idarə rəisinin birinci mavini və sağ əli polkovnik Mircavad Seyidov, Talih Babayev, hansı ki şəhid ailəsini və anasını söyüşlə idarə edən, qovan, nalayıq sözlərlə təhqir edən erməni Talih Babayev, Zaqataladan gələn valideyni söyüb qovdu. Və bunların hamısının dayağı, atalığı keçmiş mərhum general Nazim Məmmədovun oğlu Hegemon Nazirliyin sütunu və güvən nöqtəsi olan Daxili Təhlükəsizlik Baş İdarəsinin rəis mavini Rüşvətxor Kamal Məmmədov və Kamaldan da başqa bir orada Rüşvətxor var. Bundan başqa Nərmanovdan gətirdiyi Şilləvuranı Rəhim. Dövlətin ildə bir dəfə verdiyi pul mükafatlarını və məzuniyyət pullarını Qaradağ əməkdaşlarından məcburi 50%-ni Qaradağ rəisi fərmana çatmasını və onun mavini 50 ilə bölürlər. Mavinin 50 ilə 50%-i böldülər. Yəni Bakı şəhərinə yanğın idarə rəislərini Sənan Hüseynovun məsləhəti ilə Kamal Məmmədov 20-30 min civarında pulla rəis təyin edirlər. 20-30 mindən başlayır rəis təyin eləmə. Xahiş edirəm, bu problemlərimizə yardımcı olub efirdə səsləndirəsiniz. Əlacsızlıq baş alıb gedir, ümid buymuş. Nə bilir, nəymiş? Öz xalqına divan tutur, başqa xalqlara yardım edir, özünü yaxşı göstərir. Ermənistanda uşaq pulu fantastik. Gürcüstanda 100 manat səhv eləmirəm uşaq pulu. Bir uşaq pulu 100 manat. İranda 70 manat. Hansı ki Gürcüstanda 100 manatdan bilirsiniz də. Gürcüstanda 100 manatı xərcləmək Azərbaycanda 300 manatı xərcləməyə bərabər. Üstəlik sağlam məhsul var. İranda 70 manat. İranda 70 manat uşaq pulu 2 ton yanacaqdır. Yəni İran bizdə 2000 manat. Yəni bizdə 2000 manat verilməli. İranın yanacaq üzərindən götürsək, İranın 70 manatı bizim 2000 manat vəziyyət gərgindir. Paşinyanın dünənki çıxışlarından bir neçə gündə çıxışına baxıram, eşeğe ölübdür, pipi sallandı. Daha o demir, belə yan Paşinyan yoxdur da. Sizi divarlara çırparam, deyən Paşinyan yoxdur. Xoruzunu alırlar qoltuğunu. İndi baxın, indi dəmir yumruq olduğunu İlham Əliyev olmadığını Paşinyanın seçiminə qədər və seçimindən sonra görəcəksiniz. Bu nəyin nəsidir? Nə tər yumruqdur? Bu dəmir yumruğu. Nə arvadını, dalını qumara qoyan prezident olan deyilmi? Arvadını qumara qoyan prezident olan deyilmi? Trump kimi adamları Epsteyn'də çəkdilər, qoydular prezident. İlham Əliyev kimləri də Epsteyn'də çəkdilər. Amma Epsteyn'də Amerika çəkdi, İsrail çəkdi. Amma Putin çəkməməli idi. Türkiyə dərin devləti çəkməməli idi. Lütfi Topan bunun arvadını özünü şeyləmədi. Ki, o dəmir yumruqlu istərdi. Xalqın başına çalınan yumruqdur. Xalqın bütün sərvətindən istifadə edir, polisini saxlayır. 100 minlərlə, dalını qoyan 200 min ordu saxlayır. Və xalqın başına belə yumruqlatdır, dəmir yumruqlu. Sən Ermənistana, erməni üçün dəmir yumruqsan sən. Dəmir yumruq bilirsiniz nə dəyərləmədən. O vaxtı Süleyman Dəmirəl gətirib bunları hakimiyyətə. Süleyman Dəmirəl. Dəmirəl Şamiyanın o bir başçısı. Yəni Heydər Əliyev və xalaçağı Süleyman Dəmirəl, yəni dəmir yumruq, Dəmirəl. Onun adını əbədiləşdirmək üçün belə elədilər. Şamiyanın, İlham Əliyevin Şamiyandan qalan ən əziz adamıdır, ağsaqqalıdır Süleyman Dəmirəl. Necə və gizli görüşürlər Türkiyədə, xəbəriniz varmı? İndi Dəmirəl, nə Dəmirəl deyəcək? Ermənistana bütün yanacaq verirsən, neçə verirsənsə 67 qəpiyə satılır. Ayı 95 səviyyəsində olan yanacaq. Un verirsən, dəm verirsən, dərman verirsən, ərzaq verirsən, yanacaq verirsən, mazot verirsən, qaz verirsən, ay İlham Əliyev erməniyə. Demək olar ki, pulsuz verirsən. Sən erməni üçün dəmir yumruq, dəmir əl sənmirsən. Sən xalqın başına yumruq qoyan, ona görə dəmir əl deyirsən, baba, Türkün başına yumruq qoyacaqsan. Və salam. Eləmədələrin gözümüz aydın olsun mu deyim, olmasın mı deyim, Ermənistanda seçim gəlir. Xalqımızın firavanlığı, xalqımızın ərazi bütövlüyü, xalqımızın xoşbəxtliyi, xalqımızın nə bilim, müharibədən uzaq olub xoşbəxt yaşaması, bütün suverenliyimiz, ərazi bütövlüyümüz, dövlətimiz, dövlətçiliyimiz, balalarımızın qanı, canı, hamısı Paşinyana borçluymuşuq. Paşinyan keçsə müharibə başlayacaq. Adama deyərlər, kapitülyasiya eləyən ölkə 5 il özünə gələ bilməz. O erməni bu gücü hardan alır ha? Demək ki, İlham Əliyev Paşinyandan asılı olan bir sümsüktür. Demək ki, Paşinyan seçilməsə, Kaçaryan gəlsə, demək ki, Rusiya Ermənistanın dağında durub bizi basa bilər. Bizim üzərimizə gələ bilər. Ən azından elə olmayacaq. Mən deyim də birdən-birə hayla huyla gəlməyəcəklər. Deyim nə tər olacaq? Orasına deyim mi? Gəlin deyim. Paşinyan bızqırdır, gəlir Kaçaryan, İlham Əliyevin Heydər Əliyevin xalası olur. Hər şey başlayıb hardan? Heydər Əliyev üçün Naxçıvanda görüşmüşlər Kaçaryanla. O sərhəddə, oradan başlayıb. Hər şey geri qayıtdı. Oradan, dəyərlən vətənlər. İndi nə olacaq? Sırası ermənilərin Qarabağa qayıdış prosesi. Bu günə kimi niyə ləngidirlər? Ermənilərin Qarabağa qayıdış prosesi. Kaçaryan gələcək. İlham Əliyev, səni minərəm deyəcək. Rusiya oturacaq o stola. Paşinyan gələcək. Oturacaq o stola. Və salam. Qarabağ erməniləri qayıdır. Onların erməni dilində təhsili. Onların mühafizəsi üçün erməni polislər. Onların sərbəst firavan yaşayışı. Onların sərbəst getməsi üçün Laçın-Kəlbəcər koridoru 30-35 kilometr enində. 2 rayonun yarısını da verdilər erməniyə. Ona belə bir şey olacaq. Bəli.
Azərbaycan devlətimizin içində bir devlət quracaqlar. Onda mən də deyəcəm, ay tanışlar, qalxın ayağa. 50 min erməni necə öz dilində oxuyur, siz 100 minlərlə tanış öz dilinizdə oxumursunuz. Hər nəysə bax, yəni belə bir şey yaradacaqlar, devlət içində devlət, qalan hər şey batdı, getdi. Bir də radikallaşarsa, gələcək nəsillər üzərindən anamıza ağlar qoyacaqlar. Hər zaman ərazi iddialar, hər zaman nələr daha nələr. Bax belə. O üçün xoşbəxtliyimizi, firavanlığımızı, ərazi bütövlüyünü, çox şeyimizi, yalancı da olsa, Qarabağın yalancı da olsa azadlığını biz Paşinyana borçluyuq, Paşinyana. Paşinyan getdisə, Qarabağ da getdi, azadlığı da getdi, müstəqilliyimiz, firavanlığımız hamısı getdi. Bir Paşinyana borçluyuq biz. İlham getsə problem deyil. İlham getsə problem deyil. Qarabağ müharibəsindən nələr daha da şərəfli adam gələcək. Amma Paşinyan getsə bizim üçün problem yaranacaq. Baxın, ona görə mənim xalqımın böyük bir hissəsi Paşinyanı sevir. Ona görə biz Paşinyanla nəfəs alırdıq. Neyse, Paşinyan qoydu kənara, Paşinyan üçün vəziyyət ciddidir, Paşinyan üçün vəziyyət ağırdır. Din, kilsə hamısı birləşdi, müxalifət birləşdi. Sarkisyan da deyir, prezident olacaq, Kaçaryan baş nazir, aləm deyək bir-birinə, Rusiyanın dəstəyini alırlar. İndi fırtına qırğın başlayacaq, aləm deyəcək bir-birinə. İndi də mitinglərinə baxıram, necə radikal, necə dəhşətli mitinglər eləyirlər, əsər vermez. Dağına baxın. Bizi böyük təhlükə də oradan gözləyir demək istəyirəm. İndi keçək bu tərəfə. Allah eləsin Paşinyan seçilsin. Allah eləsin Paşinyan, o da ilham gəbələcək. O da ilham gəbələcək, narahat olmayın. Amma Allahınıza çağırın ki, Paşinyan devrilsin. Paşinyan devrilməsə halimiz yaman olacaq. Bax deyil.